Oğlaq bürcü 1 dekabr 2025 Oğlaq bürcünün proqnozu. Bugün oğlaqlar üçün düşüncələrin daha nizamlı şəkildə axdığı, gündəlik ritmə uyğunlaşmağın isə əvvəlkindən daha rahat olduğu bir gündür. Səhər saatlarında bəzi xırda çaşdırıcı durumlar ortaya çıxa bilər, lakin qısa müddət sonra hər şey öz yerinə oturacaq. Ünsiyyətdə bir qədər yumşaqlıq göstərmək faydalı olacaq. Ətrafdakılara diqqətlə yanaşdıqca münasibətlər də daha rahat şəkildə axacaq. Son zamanlar beynində dolaşan məsələlərə bir daha nəzər salmaq üçün yaxşı vaxtdır. Bugün özünə daha səmimi şəkildə yaxınlaşa bilər, nəyin səni narahat etdiyini və nəyə hazır olduğunu daha aydın hiss edə bilərsən. Daxilindəki sakitlik artdıqca qərar vermək də yüngülləşəcək. Günün ikinci yarısında yarımçıq qalan işlərə qayıtmaq, onları səliqəyə salmaq və müəyyən məqamları düzənləmək asanlaşacaq. Hər şeyi birdən həll etmək əvəzinə addım-addım irəliləmək özünü daha rahat hiss etdirəcək. Axşam saatları daha yumşaq bir enerji gətirir. Özünə kiçik rahatlıq anları yaratmaq, isti bir içki, sevdiyin bir musiqi və ya sakit bir gəzinti, günün bütün gərginliyini yüngülləşdirə bilər. Üstəlik, bu saatlarda aldığın kiçik ilhamlar, sabahki planların üçün də balaca işıq ola bilər. Bugün ən önəmlisi, özünü başqaları ilə müqayisə etmədən öz tempində hərəkət etməkdir. Bugünün mesajı, sakitliyə yaxın dur və daxili səsinin səni yönləndirməsinə imkan ver. Hər şey yavaş-yavaş öz axarında aydınlaşacaq. Dolça bürcü 1 dekabr 2025 Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün həm düşüncələrin sakitləşdiyi, həm də gündəlik işlərin daha sərbəst axdığı bir gündür. Səhər saatlarında qarşına çıxan kiçik dəyişikliklər səni bir anlıq ritmdən sala bilər, lakin çox keçmədən vəziyyəti öz axarına salmağı bacaracaqsan. Ətrafdakılarla ünsiyyətdə bir qədər yumşaqlıq göstərmək günün gedişinə müsbət təsir edəcək, xüsusilə də sözlərin yanlış anlaşıla biləcəyi məqamlarda diqqətli olmaq faydalıdır. Uzun müddətdir beynində dövr edən suallar bugün bir qədər daha aydın səslənə bilər. Daxili rahatlığa yaxınlaşdıqca nəyə həqiqətən meyl etdiyini və hansı istiqamətdə irəliləmək istədiyini daha aydın hiss edəcəksən. Günün ortası özünlə təmkinli dialoq qurmaq, düşüncələrinə səliqə vermək üçün yaxşı vaxtdır. Günün ikinci yarısında isə yarımçıq qalmış işləri tamamlamaq səndə yüngüllük və məmnunluq yaradacaq. Axşam saatları dolçalar üçün xüsusilə rahatladıcıdır. Səni sakitləşdirən bir məşğuliyyətlə vaxt keçirmək, hisslərinə qulaq vermək və günün yorğunluğunu yüngülləşdirmək çox yaxşı təsir göstərə bilər. Həmçinin bu saatlarda gələcək üçün kiçik bir fikir və ya ilham qığılcımı da ortaya çıxa bilər. Özünü buna açıq saxlaman kifayətdir. Bugün özünü başqalarının gözləntilərinə uyğunlaşdırmağa çalışmaqdansa, öz ritmini qorumağın daha doğru olacaq. Bugünün mesajı, sakit addımlarla irəlilə və öz hisslərini yönləndirici kimi qəbul et. Hər şey zamanla daha aydın və yüngül görünəcək. Balıq bürcü 1 dekabr 2025 Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün həm emosional, həm də düşüncə baxımından daha yumşaq və həssas enerjilər hakimdir. Səhər saatlarında səni biraz çaşdıran xırda situasiyalar yarana bilər, amma çox tezliklə öz axarını tapacaq. Ətrafdakılarla münasibətdə diqqətli olmaq, xüsusilə də duyğuların biraz dəyişkən olduğu anlarda faydalı olacaq. Bugün içində saxladığın fikirləri və hissləri sakit şəkildə araşdırmaq üçün münasibdir. Bir müddətdir cavabını axtardığın bəzi sualların içində özünə aydınlaşdığını hiss edə bilərsən. Günün ortasında özün üçün kiçik bir sakitlik anı yaratmaq, düşüncələrini daha rahat toplamağa kömək edəcək. Günün ikinci yarısı başladığın işləri davam etdirmək, kiçik düzəlişlər etmək və bəzi məqamları aydınlaşdırmaq üçün əlverişlidir. Tələsmədən öz ritmində irəliləmək ən doğru yanaşma olacaq. Axşam saatları balıqlar üçün xüsusilə rahatladıcıdır. Ruhunu sakitləşdirən musiqi, qısa bir gəzinti və ya sevdiyin bir məşğuliyyət böyük rahatlıq verə bilər. Bu vaxtlar həm də içində gizlənmiş ilhamın üzə çıxdığı anlardır. Kiçik fikirlər gələcək günlərin üçün maraqlı qapılar aça bilər. Əsas məsələ özünü başqalarına görə yönləndirmək deyil, ən çox nəyi hiss etdiyinə qulaq verməkdir. Bugünün mesajı, daxili sakitliyinə yaxın dur və hisslərinin səni yumşaq şəkildə irəli aparmasına icazə ver. Hər şey öz vaxtında aydınlaşacaq.
Qoç bürcü 1 dekabr 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün həm hərəkət istəyinin artdığı, həm də müəyyən məqamlarda özünü cilovlamağın lazım olduğu bir gündür. Səhər saatlarında qarşına çıxan xırda maneələr səni bir anlıq əsəbləşdirə bilər, amma gün irəlilədikcə hadisələr daha aydın şəkildə formalaşacaq. Ünsiyyətdə biraz diqqət və yumşaqlıq göstərmək həm anlaşılmazlıqların qarşısını alacaq, həm də günü daha rahat keçirməyinə şərait yaradacaq. İçində uzun müddətdir daşıdığın bəzi istəklər və düşüncələr bugün yenidən səslənə bilər. Özünə qısa da olsa sakit anlar yaratmaq, nəyin sənin üçün daha doğru olduğunu hiss etməyə kömək edəcək. Günün ortasında bəzi məsələlərə fərqli bir prizmadan baxa, əvvəllər nəzərə almadığın bir detalla qarşılaşa bilərsən. Günün ikinci yarısı başladığın işləri düzənləmək, yarımçıq qalan planları davam etdirmək və gündəlik ritmə uyğunlaşmaq üçün olduqca münasibdir. Addım-addım irəlilədikcə daha rahat nəfəs aldığını hiss edəcəksən. Axşam saatları qoçlar üçün daha yumşaq və sakit bir enerji gətirir. Səni rahatladan kiçik məşğuliyyətlər, sevdiyin insanlarla qısa, səmimi söhbətlər və ya sadəcə özünlə baş-başa keçirdiyin bir neçə dəqiqə günün yüklərini yüngülləşdirəcək. Bu dövr həm də içindən gələn kiçik ilhamların yarandığı zamandır. Ani bir fikir sabahki planların üçün maraqlı bir istiqamət aça bilər. Bugünün mesajı, daxili ritminə uyğun addımla və özünü yormadan irəlilə. Sakitliklə yanaşdığın hər şey öz axarında düzələcək. Boğa bürcü 1 dekabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sakit, lakin içində yumşaq dəyişiklik enerjisi daşıyan bir gündür. Səhər saatlarında planlarında kiçik qarışıqlıqlar yaransa da, vəziyyəti tez bir şəkildə uyğunlaşdırmaq bacarığın sayəsində ritmini yenidən tapacaqsan. Ətrafındakı insanlarla ünsiyyətdə diqqətli olmaq, xüsusən də incə məqamları düzgün ifadə etmək, günün gedişini daha rahat edəcək. Bugün uzun müddətdir içində saxladığın düşüncələrə və hisslərinə daha yaxın olmaq üçün münasibdir. Bəzi sualların cavabı gözlədiyindən daha aydın şəkildə qarşına çıxa bilər. Günün ortasında özünlə sakit bir dialoq qurmaq, nəyi davam etdirmək, nədən uzaqlaşmaq istədiyini müəyyənləşdirməyə kömək edəcək. Günün ikinci yarısında başladığın işləri yenidən nəzərdən keçirmək, bəzi detalları düzəltmək və axarı daha ardıcıl hala gətirmək daha asan olacaq. Addımlarını tələsmədən atdıqca günün sənə daha rahat xidmət etdiyini görəcəksən. Axşam saatları boğalar üçün xüsusilə dinclik gətirir. Səni rahatladan sevdiyin məşğuliyyətlərə başlamaq, yaxın bir dostla səmimi söhbət etmək və ya sadəcə öz düşüncələrinlə sakit bir mühitdə olmaq günün yorğunluğunu xeyli azaldacaq. Həmçinin bu vaxtlar içindən gələn kiçik ilhamların daha çox üzə çıxdığı anlardır. Sabah üçün maraqlı bir fikir gözlənilmədən ağlına gələ bilər. Bugünün mesajı, öz ritmini qoruyaraq yavaş-yavaş irəlilə. Sakitlik və içindəki yumşaq güvən bu günü daha aydın və rahat keçirməyinə yardım edəcək. Əkizlər bürcü 1 dekabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün enerjini daha səmərəli yönəldə biləcəyin, həm düşüncələrini, həm də gündəlik işlərini yoluna qoymaq üçün əlverişli bir gündür. Səhər saatlarında kiçik çaşdırıcı vəziyyətlər və gözlənilməz dəyişikliklər qarşına çıxa bilər, amma günün axarına uyğunlaşmaqla hər şey daha aydın olacaq. İnsanlarla ünsiyyətdə diqqətli olmaq, sözlərinin yanlış anlaşılmasının qarşısını alacaq və münasibətləri yüngülləşdirəcək. Bugün içində dolaşan fikirlərə və hisslərə yönəlmək üçün sakit anlar yaratmaq faydalıdır. Özünü dinləmək, nəyə həqiqətən önəm verdiyini və hansı addımları atmaq istədiyini anlamağa kömək edəcək. Günün ortası yarımçıq qalmış işləri tamamlayaraq planlarını yoluna qoymaq üçün əlverişlidir. Addım-addım irəliləmək, tələsmədən hər şeyi həll etmək, günü daha balanslı və rahat keçirməyinə imkan verəcək. Axşam saatları əkizlər üçün daha sakit və düşüncələrə yönəlmiş bir zaman olacaq. Səni rahatladan məşğuliyyətlərə vaxt ayırmaq, qısa bir gəzinti etmək, sevdiyin kitabı oxumaq və ya sevdiklərinlə qısa söhbət günün gərginliyini azaltmağa kömək edəcək. Bu saatlarda gözlənilmədən yaranan kiçik ideyalar və yeni fikirlər gələcək günlər üçün ilham verici ola bilər. Bugünün mesajı, öz ritminə qulaq ver və addımlarını tələsmədən at. Sakit yanaşdıqca həm işlərin, həm də düşüncələrin yoluna düşəcək.
Hər anın sənə biraz rahatlıq və aydınlıq gətirəcəyini unutma. Xərçəng bürcü 1 dekabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün həm duyğuların, həm də gündəlik işlərin ahəngdar şəkildə axdığı bir gündür. Səhər saatlarında kiçik qarışıqlıqlar və ya gözlənilməz dəyişikliklər səni bir anlıq çaşdıra bilər, amma gün irəlilədikcə vəziyyət daha rahat olacaq. İnsanlarla ünsiyyətdə diqqətli və anlayışlı olmaq münasibətləri yumşaldacaq və kiçik anlaşılmazlıqların qarşısını alacaq. İçində saxladığın düşüncələr və hisslər üzərində diqqətlə düşünmək üçün əlverişli vaxtdır. Nəyin sənin üçün daha önəmli olduğunu və hansı addımı atmaq istədiyini hiss etmək daha asan olacaq. Günün ortası yarımçıq qalmış işləri tamamlayıb gündəlik ritmə uyğunlaşmaq üçün münasibdir. Tələsmədən addım-addım hərəkət etmək günü daha rahat və balanslı keçirməyinə yardım edəcək. Axşam saatları xərçənglər üçün xüsusilə sakit və rahat bir zaman təqdim edir. Sevdiyin bir məşğuliyyətlə məşğul olmaq, qısa gəzinti etmək və ya özünlə baş-başa qalmaq günün gərginliyini azaltmağa kömək edəcək. Bu saatlarda içindən gələn kiçik fikirlər və ideyalar da günün qalan hissəsi üçün faydalı ola bilər. Özünü başqaları ilə müqayisə etmədən öz ritminlə hərəkət etmək ən önəmlisidir. Bu günün mesajı, daxili səsinə qulaq ver və sakit addımlarla irəlilə. Hər şey öz axarında yoluna düşəcək və günün sonunda rahatlıq hissi ilə tamamlanacaq. Şir bürcü 1 dekabr 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün həm enerji dolu, həm də diqqətli olmağın vacib olduğu bir gündür. Səhər saatlarında kiçik gözlənilməz hadisələr və plan dəyişiklikləri səni bir anlıq çaşdıra bilər, amma günün ortasına doğru hər şey daha aydın və rahat olacaq. İnsanlarla ünsiyyətdə mehriban və anlayışlı olmaq münasibətlərin səmimi və problemsiz qalmasına kömək edəcək. Kiçik anlaşılmazlıqlara laqeyd yanaşmaq günün axarını pozmadan irəliləməyinə imkan verəcək. İçində daşıdığın düşüncələrə və hisslərə diqqət yetirmək üçün əlverişli bir gündür. Bu, nəyi davam etdirmək, nədən uzaqlaşmaq istədiyini və hansı addımların sənin üçün daha doğru olduğunu daha yaxşı anlamağa imkan verəcək. Günün ikinci yarısında yarımçıq qalmış işləri tamamlayaraq planlarını yoluna qoymaq asanlaşacaq. Addımlarını tələsmədən atmaq həm işlərin, həm də ruh halının daha rahat olmasına şərait yaradacaq. Axşam saatları şirlər üçün sakitlik və dinclik gətirir. Səni rahatladan məşğuliyyətlərə vaxt ayırmaq, qısa bir gəzinti etmək və ya yaxınlarınla səmimi söhbət etmək günün gərginliyini yüngülləşdirəcək. Həmçinin bu saatlarda ortaya çıxan kiçik ideyalar və düşüncələr sabah üçün maraqlı fürsətlər yarada bilər. Öz ritminə qulaq vermək və başqalarının təsirinə çox alıda olmamaq günün ən önəmli mövzularındandır. Bugünün mesajı, sakit addımlarla irəlilə, daxili səsinə güvən və hər anın sənə gətirdiyi kiçik rahatlıqları dəyərləndir. Hər şey öz axarında yoluna düşəcək və günün sonunda həm aydınlıq, həm də məmnunluq hissi səni əhatə edəcək. Qız bürcü 1 dekabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün həm sakit, həm də düşüncələrə yönəlmiş bir gündür. Səhər saatlarında kiçik qarışıqlıqlar və gözlənilməz dəyişikliklər planlarını bir anlıq poza bilər, amma gün irəlilədikcə hər şey daha aydın və tənzimli olacaq. İnsanlarla ünsiyyətdə diqqətli və anlayışlı olmaq münasibətlərin problemsiz keçməsinə yardım edəcək. Kiçik anlaşılmazlıqlara sakit yanaşmaq günü daha yüngül və rahat keçirməyinə imkan yaradacaq. Bugün içində saxladığın düşüncələrə və hisslərə diqqət yetirmək üçün əlverişlidir. Özünü dinləmək, nəyə həqiqətən önəm verdiyini və hansı addımları atmaq istədiyini müəyyənləşdirmək üçün sakit anlar yaratmaq faydalı olacaq. Günün ortasında yarımçıq qalmış işlərə qayıtmaq, planları yoluna qoymaq və bəzi məsələləri aydınlaşdırmaq asanlaşacaq. Addımlarını tələsmədən atmaq həm işlərin, həm də ruh halının daha rahat olmasına şərait yaradacaq. Axşam saatları qızlar üçün xüsusi sakitlik və dinclik gətirir. Səni rahatladan məşğuliyyətlərə vaxt ayırmaq, sevdiyin bir gəzinti etmək, kitab oxumaq və ya yaxınlarınla səmimi söhbət etmək günün gərginliyini azaldacaq. Bu vaxt həm də kiçik ideyaların və yeni düşüncələrin ortaya çıxdığı zamandır, onları diqqətlə dəyərləndirmək gələcək günlər üçün faydalı ola bilər.
Öz ritminə qulaq vermək və başqalarının təsirinə çox alıda olmamaq günün əsas mövzularındandır. Bu günün mesajı: sakit addımlarla irəlilən, daxili səsinə güvən və hər anın sənə gətirdiyi kiçik rahatlıqları dəyərləndir. Hər şey öz axarında yoluna düşəcək və günün sonunda həm aydınlıq, həm də məmnunluq hissi səni əhatə edəcək. Özünə qarşı nəzakətli olmaq bu günün ən böyük dəstəyin olacaq. Tərəzi bürcü. 1 dekabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün həm sakit, həm də düşüncələrə yönəlmiş bir gündür. Səhər saatlarında kiçik dəyişikliklər və gözlənilməz situasiyalar qarşına çıxa bilər, amma gün irəlilədikcə hər şey daha aydın və rahat olacaq. İnsanlarla ünsiyyətdə diqqətli və anlayışlı olmaq münasibətlərin problemsiz və harmonik keçməsinə kömək edəcək. İçində daşıdığın düşüncələrə və hisslərə fokuslanmaq üçün əlverişli bir gündür. Özünü dinləmək, nəyi davam etdirmək, nədən uzaqlaşmaq istədiyini anlamaq üçün sakit anlar yaratmaq faydalı olacaq. Günün ortasında yarımçıq qalmış işlərə qayıtmaq, planları yoluna qoymaq və bəzi məsələləri aydınlaşdırmaq daha rahat olacaq. Addımlarını tələsmədən atmaq günü balanslı və rahat keçirməyinə imkan verəcək. Axşam saatları tərəzilər üçün daha sakit və rahatdır. Səni dinclik gətirən məşğuliyyətlər, qısa bir gəzinti və ya sevdiklərinlə səmimi söhbət günün gərginliyini azaldacaq. Bu vaxt həm də kiçik, amma önəmli ideyaların ortaya çıxdığı zamandır. Onları diqqətlə dəyərləndirmək gələcək planların üçün faydalı olacaq. Öz ritminə qulaq vermək və başqalarının təsirinə çox alıda olmamaq günün əsas mövzusudur. Bu günün mesajı: sakit addımlarla irəlilən, daxili səsinə güvən və hər anın sənə gətirdiyi kiçik rahatlıqları dəyərləndir. Hər şey öz axarında yoluna düşəcək və günün sonunda həm aydınlıq, həm də məmnunluq hissi səni əhatə edəcək. Özünə qarşı diqqətli olmaq bu günün ən böyük dəstəyin olacaq. Əqrəb bürcü. 1 dekabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün həm sakit, həm də dərin düşüncələrə yönəlmiş bir gündür. Səhər saatlarında kiçik gözlənilməz situasiyalar və dəyişikliklər qarşına çıxa bilər, amma gün irəlilədikcə hər şey daha rahat axacaq. İnsanlarla ünsiyyətdə diqqətli və anlayışlı olmaq yaranacaq kiçik anlaşılmazlıqların qarşısını alacaq və münasibətlərin daha yumşaq keçməsinə yardım edəcək. Bugün öz içindəki hisslərə və düşüncələrə fokuslanmaq üçün əlverişlidir. Nəyi davam etdirmək, nədən uzaqlaşmaq istədiyini aydın şəkildə hiss etmək və gələcək addımlarını planlamaq üçün sakit anlar yaratmaq faydalı olacaq. Günün ortasında yarımçıq qalmış işləri tamamlayıb, planları yoluna qoymaq daha asan olacaq. Addımlarını tələsmədən atmaq günü daha rahat və balanslı keçirməyə imkan verəcək. Axşam saatları əqrəblər üçün sakitlik və rahatlıq gətirir. Sevdiyin məşğuliyyətlərlə vaxt keçirmək, qısa gəzinti etmək və ya yaxınlarınla səmimi söhbət etmək günün gərginliyini yüngülləşdirəcək. Həmçinin bu saatlarda ortaya çıxan kiçik ideyalar və düşüncələr gələcək planlar üçün işıqlandırıcı ola bilər. Öz ritminə qulaq vermək və başqalarının təsirinə çox alıda olmamaq günün əsas mövzusudur. Bu günün mesajı: sakit addımlarla irəlilə və daxili səsinə güvən. Hər şey öz axarında yoluna düşəcək, günün sonunda həm aydınlıq, həm də məmnunluq hissi səni əhatə edəcək. Özünə qarşı anlayışlı olmaq bu günün ən böyük dəstəyin olacaq. Oxatan bürcü. 1 dekabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün həm enerjini yönləndirmək, həm də sakit düşüncələrə vaxt ayırmaq üçün əlverişli bir gündür. Səhər saatlarında kiçik gözlənilməz situasiyalar və plan dəyişiklikləri qarşına çıxa bilər, amma günün ortasına doğru hər şey daha aydın və rahat axacaq. İnsanlarla ünsiyyətdə diqqətli və mehriban olmaq yaranacaq kiçik anlaşılmazlıqların qarşısını alacaq və münasibətləri daha harmonik edəcək. İçində saxladığın düşüncələr və hisslər üzərində diqqətlə düşünmək üçün münasib bir gündür. Nəyi davam etdirmək, nədən uzaqlaşmaq istədiyini və hansı addımları atmaq istədiyini aydın şəkildə hiss etmək üçün sakit anlar yaratmaq faydalı olacaq. Günün ikinci yarısında yarımçıq qalmış işləri tamamlayıb planlarını yoluna qoymaq daha rahat olacaq. Addımlarını tələsmədən atmaq həm işlərin, həm də ruh halının daha balanslı olmasına imkan verəcək.
Axşam saatları oxatanlar üçün sakitlik və rahatlıq gətirir. Səni dincliklə dolduran məşğuliyyətlərlə məşğul olmaq, qısa bir gəzinti etmək və ya yaxınlarınla səmimi söhbət etmək günün gərginliyini yüngülləşdirəcək. Bu vaxt həm də kiçik, amma maraqlı ideyaların ortaya çıxdığı zamandır. Onları diqqətlə dəyərləndirmək gələcək addımların üçün faydalı olacaq. Öz ritminə qulaq vermək və başqalarının təsirinə çox aludə olmamaq günün əsas mövzusudur. Bu günün mesajı: sakit addımlarla irəlilə və daxili səsinə güvən. Hər şey öz axarında yoluna düşəcək, günün sonunda həm aydınlıq, həm də rahatlıq hissi səni əhatə edəcək. Özünə qarşı diqqətli olmaq bu günün ən böyük dəstəyin olacaq.